Əgər bir qadın səni qısqanırsa, bunu bəlli etməz, hiss eləndirər. Bunu deməz, göstərər. Çünki onun sağı solu bəlli olmaz. Həm trip atar, həm qısqanar, həm səni özündən çıxardar, həm də səni dəli eləyər. Həqiqətən dəli eləyər səni. İliklərinə qədər qısqanar səni. Hara getdin, hardan gəldin, kiminləsən, neynirsən, saçının hər bir terini ayrı-ayrılıda qısqanar. Nə yemisən, nə içmisən, necə keçir günün. Yanında olanda hər kəsə qaşlarını çatar, bu mənimdir, mənə aiddir deyər. Dünyaya bəyan eləmək istəyər, hər kəsə bu mənimdir mesajını göndərər. Kimsə ona baxmasın deyə. Qısqanan qadını sevin, qoruyun, sahiblənin. Əgər bir qadın qısqanırsa, sənə aiddir, səni istəyir, sənə dəyər verir. Yox, əgər bir qadın artıq səni qısqanmırsa, bitmisən deməkdir. Hər kəsə nəsib olmur. Əgər bir qadın səni qısqanırsa, onun qədrini bil. Yanında ol, qoru və heç bir zaman buraxma. Çünki o səni hər şeydən çox sevir, hər kəsdən çox sevir. Qısqanmaq güvənsizlik demək deyil. Qısqanmaq səni heç kimlə paylaşa bilmərəm, paylaşmaram deməkdir.